Test toplusu İngiliz dili, izahlı test, isim mövzusu, ikinci hissə. 6-cı sual. Choose a line of compound nouns, mürəkkəb isimlər cərgəsini seçin. Baxaq A bandində. A bandində happiness var. Happiness düzəltmə isimdir. Bu olmaz. B bandında development var. Development düzəltmə isimdir. Bu da olmaz. C bandında bookshelf, policeman. Hər ikisi mürəkkəb isimdir. C bandi doğru cavabdır. D ilə Y niyə olmaz? Burada kingdom düzəltmə isimdir. Information da düzəltmə isimdir. Doğru cavab C bandidir. 7-ci suala baxırıq. Choose a line of compound nouns. Mürəkkəb isimləri seçin. Headmaster mürəkkəb isimdir. Brotherhood isə düzəltmə isimdir. Bu olmaz. Ice cream, pen name, kingdom. Kingdom düzəltmə isimdir. B bəndində olmaz. Development var. C bəndində düzəltmə isimdir. C bəndində olmaz. Film star, workroom, foundation. Foundation sözü düzəltmə isimdir. Bu da olmaz. Qalır Y bəndi, hairbrush, timetable, salesman. Hər üçü mürəkkəb isimdir. 8-ci sual. Choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. Baxaq A bəndində chairman, toothbrush, penknife. Hər üçü mürəkkəb isimdir. A bəndi doğru cavabıdır. İndi baxaq B, niyə bunlar səhvdir? Burada B bəndində movement düzəltmə isimdir. C bəndində freedom sözü mürəkkəb isim deyil. Hostess sözü var burada. D bəndində var. O da düzəltmə isimdir. Y bəndində childhood düzəltmə isimdir. Waiter da düzəltmə isimdir. 8-də A bəndi doğru cavabdır. Chairman, toothbrush, penknife.